eyni zamanda qəlbi sevgi ilə dolu ailə başçısıdır. Uğurlu iş adamı ömürgün yoldaşı Xalidə xanımla yaşadığı nağıl kimi sevgidən belə bəhs etdi. Bizim çok uzun bir hayat yolumuz var. Pis gündə, yaxşı gündə həmişə əl-ələ vermişik. O, mənim üçün hər şeydir. Mənim dostumdur. Mənim iki gözəl qızımın anasıdır. Neynirsən? Pünhan Ağayevin şəkilləri çatdı mənə, indi göndərdim sənə. Yana qoyub axşam saat 8-də paylaşarsan. Xalidə xanım həmişə mənə sirdaş olub. Gəlin sizə səmimi bir şey danışım. Bilirəm, dostlarım da bu verişə baxacaqlar. Biz təzə ailə quranda dostlarımız bizim məhəbbətimizi qısqanırdı. Bu günün özündə də bəzən görürüm ki, qısqanırlar. İki kız evladı var. En son haberler için kanalımıza abone olmak. Alo, Alo, salam Dəniz xanım. salam. Ümid edirəm sizi narahat eləmədim. Yox, buyurun, kim idi ki? Danışan Pünhan Ağayevin köməkçisidir. Üzr istəyirəm, kimin? Pünhan Ağayev. Buyurun, eşidirəm sizi. Dəniz xanım, Pünhan müəllim sizlə görüşmək istəyir. Danışmaq istədiyi bir məsələ var. Nə haqqında danışacağıq ki? Açığı məsələdən xəbərim yoxdur. Mənə dedi ki, sizlə görüş təyin edeyim. Sizi öz restoranına dəvət edir. Sabah günorta gələ bilərəm. Dəniz xanım, sabah biraz gecdir. Sizə indi restoran adresini göndərəcəm. Məncə 2 saata orada ola bilərsiniz. Göndərin. Hoş gəlmisiniz Dəniz xanım. Xoş gördük. Pünhan müəllim sizi gözləyir. Buyurun. Hoş gelmişsiniz. Salam.
Zəhmət olmasa qollarınızı qaldırın. Dəniz xanım, bunu eləməliyik. Çantaya baxa bilərəm. Telefon maşındadır. Keçə bilərsiniz. Təşəkkürlər. Buyurun. Nurhan müəllim, Dəniz xanım gəldi. Salam Dəniz xanım. Salam. Keçin əyləşin. Köməkçiniz demişdi ki, mənlə bir məsələ haqqında danışmaq istəyirsiniz. Düzü, sizi belə təsəvvür eləmirdim. Necə yəni? Başa düşmədim. Dəniz xanım, 2 gün əvvəl hər yerdə şəkillərim paylaşıldı. Bir gənc qızla əl-ələ. Kazım biraz araşdırdı, sonra öyrəndi ki, bu şəkillər ən birinci Instagramda bir səhifədə paylaşılıb. O səhifənin sahibi də sizsiniz. Yəqin ki, məni buna görə çağırmamısınız. Elə belə səbəbdir. Günhan müəllim, bizim səhifəmiz maqazin səhifəsidir. Siz də tanınmış bir sima olduğunuza görə yəqin ki... Kimin sifarişi idi? Bu adi bir restoran qabağında çəkilmiş fotodur. Sizin şəxsi bağınızın hasarına çıxıb çəkməmişik ki... Kimin sifarişi idi deyirəm. Küçələrdə qızla rahat əylə gəzirsiniz. Sonra da şəkilləriniz çıxanda təəccüblənirsiniz. Sonra da xəbəri yazanı axtarıb tapırsınız ki, kimin sifarişidir. Mənlə bu cürə danışmağa haqqınız yoxdur. Söhbətimiz hələ qurtarmayıb. Bağışlayın, amma mən bu boş söhbət eləməyə vaxtım yoxdur. Sizə dedim axı, söhbətimiz hələ qurtarmayıb. Dəniz xanım, uzatmayın, gəlin əyləşin.
bilmək istəyirsinizsə, deyim. Mən heç kimin adamı deyiləm. Bu xəbər də sifariş deyil. Media maqazin uşaqlıqdan xoşuma gəlir. İndi də rəfiqələrimlə bir yerdə bu işi görürəm. Səsinizin tonunu aşağı salın. Sizə söz verən olmadı. Dedim ki, səsinizin tonunu biraz aşağı salın. Siz deyəsən bilmirsiniz da sizin qarşınızdakı kimdir. Kazım. Yaxşı. Sen bizi biraz tek bırak. Düşünürüm ki Deniz Hanım'la razılığa geleceğiz. Deniz Hanım. Bildiğim kadar tek yaşıyorsunuz. Güzel bir villanız da var. Sağlığınıza kısmet. Bu işi pul için ödemediğinizi bilirim. Ama siz bilmelisiniz ki bu şekillere göre ben 2 gündür tenkit olunuram. Hele təhqir eləyənlər de var, söyənlər de. Bazmış kimi ailemde de söz söhbət yarandı. Kızlarım beni görməkdən qaçırlar. Yoldaşım da beni danıştırmır. Üzüme bakmır. Xəbər ən birinci sizin səhifədə paylaşılıb. Başqa saytlar da sizdən götürüb yazmağa başlayıblar. Gəlin indi belə bir xəbər çıxardaq. Səhifənizdə ya saytınızda hər nədirsə. Yazıb paylaşaq ki, bu şəkillər montajdır. Kimsə qəsdən elətdirib, siz də bunu real bilib götürüb öz saytınızda paylaşmışsınız bir xəbər kimi. Pünhan müəllim, mən izləyicilərimi axmaq yerinə qoya bilmərəm. Onlar nəyin montaj olub olmadığını çox yaxşı bilirlər. Mən də illərdən qazandığım hörməti itirə bilmərəm. Başa düşdün? İllərlə qaşıya gəlib çıxdığım bu səviyyəni yerlə bir eləyə bilmərəm. İmkan verə bilmərəm ki, o boş adamlar əllərində telefon nəsə yazıb məni dolasınlar. Deyirəm, bu yazılan kommentlər sizi daha çox narahat eləyir. Nəinki ailəvizin sizdən utanmağa. Pünhan müəllim, üzr istəyirəm. Bayaq məndən menyu istəmişdiniz. Buyurun. Xanımı biraz araşdırdıq. Başqa bir arzunuz var? Yox. Gedə bilərsən. Söhbətimiz qutardasa gedə bilərəm. Deniz Hanım, gəlin mən dediyimi eləyək. Bu ən yaxşı variantdır. Pünhan müəllim, mənə yol göstərməyin.
Mən neyniyib, neynəməyəcəyimi çox yaxşı bilirəm. Siz niyə belə tərs deyirsiniz? Heç nədən qorxunuz yoxdur? Qorxmalıyam. Məncə xəstəxanada yatan atanızı gözünüzün qabağına gətirsəniz daha yaxşı olardı. Təsəvvür edin, kimsə girir yanına, saniyələr içində, dəqiqə də yox, saniyələr içində atanız Mənə hədə qorxu gəlirsiniz. ya da ki 17 yaşındakı qardaşınız məktəbi qurtarmağına az qalıb. Onun da arzuları var, xəyalları var. Amma yazı uşaq neynəsin? Yolu keçəndə sürətlə gələn maşın onu vurub gedir. Siz əməlli başlı mənə şantaj edirsiniz. Yaxşı eləyirəm. Bildin? Əcəb eləyirəm. Heç bir təzə xəbər paylaşmayacağam. Hələ üstünə 5-ini də qoyub artığımı paylaşacağam. Qələt eləyətsən. Danışığınıza fikir verin. Kəs səsini dəniz. Həyatımı elə bir günə qoyaram ki, bütün o dediğin sözlərə görə peşman olarsan. Atamla, qardaşımla məni təhdid eləməyə başlayanda yadıma bir hadisə düşdü. Daha doğrusu bir video. Geçen ay bir kız özünü ağlaya-ağlaya videoyu çəkmişdi. Səhv eləmirəmsə adı da Günel idi. Deyirdi ki, məni Pünhan Ağayevin adamları qaçırdı. Tək değildim. Yanımda bir neçə dənə də qız var idi. Sonra haqqımızda çoxlu xəbərlər çıxdı. Adımız insan alverində hallanırdı. Amma siz neynədiniz? Çıxdınız dediniz ki, mənə şər atırlar, mənə qara yaxırlar, məni nüfuzdan salmağa çalışırlar. Yaxşı yaddaşım var. Söz açılmışkən, sonra o günələ nə oldu? Səhv eləmirəmsə, şəhərdən kənarda bir yerdə yolun qırağında ölü tapıldı. Bu məsələnin bura heç bir aidiyyəti yoxdur. Elə bir rənginiz qaçdı. Bu hadisədən danışanda deyəsən qorxursunuz. Mən heç nədən qorxmuram. Başa düşdün? Mən heç kəsdən qorxmuram. Cəmaat məndən qorxur. Ətrafımdakı adamlar məni görəndə baş əyirlər. Mənə azbek deyib yaltaqlanırlar. Bütün həyatımı yalan üstündə qurmusan. Bilirsən nə var? Öz həyatımda özüm bilərəm. Nə eləyirəmsə, yaxşı eləyirəm. Əcəb eləyirəm. Deyirsən, cavan qızla görüşürəm, yaxşı eləyirəm. Deyirsən,
İnsan alveri ilə məşğulam. Özüm bilərəm. Yaxşı eləyirəm. O Günel dediğin kız var ha. O da ağzını yumardı, ölmezdi. Bir adam bu əməllərini necə belə fəxrlə dilinə gətirə bilər? Bu da benim bacarığımdır. Benim istedadımdır. Elədiyimi də deyirəm. Heç nədən də qorxmursan. Nədən qorxmalıyım? Bəlkə kameralardan. Bu zalda bir dənə də olsun kamera yoxdur. Burada ancaq ikimizik. Sən, bir də mən. Necə bu qədər arxayın olma. Menyudan nəsə seçə bildin? Məncə yox. Çünki o menyu deyil. Orada mənim haqqımda məlumatlar var. Amma heç biri də düz deyil. Maqazin səhifəmdə yoxdur. Onu da bir tanışım işlədir. Mənim atam illər əvvəl ölüb. Qardaşım da heç olmayıb. Bir bacım var idi. Onu da bir il əvvəl öldürdülər. İndi mən iceberg'in görünmeyen tərəfini göstərəcəm. Səni saniyeler içinde biabr eləyəcəm. Dəqiqə də yox ha. Saniyeler içinde. Səsi paylaşdım. Deməli mənə kirayə bir ev tuturuq. Villa. Villa niyə? Çünki istər-istəməz adam məni güldürəcək. O elə bilsin ki, çox varlıyam. Şəkillərdə pul qarşılığında paylaşmamışam. Yəni sənin əsl məqsədini öyrənmək üçün səndən görüşmək istəsin. Ay sağ ol. Onda sən həmin o evdə 2-3 gün qalmalısan. Hə, görüşənə kimi. Aha. Oldu, çox sağ olun. Təşəkkürlər. Sabahdan Pinhanın köməkçisiyəm. Bu zalın açardı. Hə, kopyasını çıxartdım. Əsas məqsəd oldu ki, adam özündən çıxsın. Əməllərini itiraf eləsin. Mən də onda stolun altına mikrofonu yerləşdirmiş olacağım. Sən gələnə kimi hər şey hazır olacaq.
Onun üçün çox darıxıram. Səsi üçün, qoxusu üçün. Mənim əlimdən bu gəldi. Mən ancaq bunu bacara bildim. Sən çox böyük bir iş bacardın. Həm də bunu təkcə günün üçün eləmədim.